Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu ən la ilahə illallah vəhdahu la şərikə ləh və təvəllə salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Və sallallahu aleyhi və səlləmə salatan və salamən daimeyn mütələzimeyn ilə yevmiddin. Allahümmə ənfə'əni bimə əlləmtənə və əlləmnə mə yənfə'ən və zidni ilmə. Sonra dedik ki, vadud nə oldu? Məhəbbətdən üstündə, yəni ki, ixlasla olan məhəbbət, ixlasla olan sevgi. Sonra şeyx gətirir ki, bimədə yənəl insəni məhəbbətilləh. İnsan Allahın sevgisinə necə nail ola bilir? İnsan Allah subhanə və teala'nın sevgisinə necə nail ola bilir? Və hədihi əlləti yətlubuhə kullu insan vəl-məhəbbəti ibarə an əmri fitri yəkun fil insan və la yəmlikuhu. Və lihədə yurva ənə Rasul aleyhissalatu vəssələm qalə fi adli beynə zəvcəti. Yəni, insan öz malik olduğu o şeylərə ki, bilsə, görsə, anlasa, Allah subhanə və teala'nın ona olan sevgisini bilər. Ona olan sevgisini anlayar. Və ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm bu şeyləri öz yoldaşları arasında nə deyərdi? Və həmçinin məhəbbətu mə yuhibbullah min ə'məl əqval fi'liyyət və qalbiyyə. Allah subhanə və teala o şeyi sevirsə də, o insanı sevirsə, o insan əməllərində, feillərində, həmçinin qəlb əməllərində ona baxmalıdır ki, burada nə var? Bax, insan əməlində salihdirsə, deyək ki, əməlində şirk yoxdur, özündə təkəbbürlük yoxdur, riya yoxdur və yaxud da ki, qardaşlarına kin, küdürət, qəlbində bu şeylər yoxdur və yaxud da ki, feili əməllərini, deyək ki, qohumluq əlaqələrini gözəl saxlayır, ailə münasibətlərini gözəl edir və bunlara baxdığında baxmalıdır ki, Allah subhanə və teala onu sevib deyə onu ona nəsib edibdir. Demək, əgər əksi varsa da artıq səndə problem var. Demək, Allahın sevgisinə nail olmayıbsan elə. Əgər insan bütün günü asiliklərdədirsə də, ailədə xoşbəxtçiliyi yoxdursa, qohumla əlaqəsində problem varsa da, demək, Allah subhanə və teala'nın sevgisinə nail olmayıbdır. Buna görə insan birinci baxmalıdır öz əməllərinə ki, bu əməllərin Allah subhanə və teala ondan razıdırmı, yoxsa yox? Və bu da qadir ibadətin nəyinə? Tərifinə. İbadətin tərifi nədir? Allahın sifətini gizliləşdirdiyi olan bütün sözləri. Allah subhanə və teala ismi cəmi yuhibbullah və yardahu min əqval vəl-ə'məl zahirə vəl-bətinə. Necə bin Teymiyyə gətir rahiməhullah, Allah subhanə və teala'nın sözdə, əməldə, zahirdə və batində sevdiyi hər bir şey əməldir. Sonra belə. Ondan razı qalırsa da o əməllərdən demək nədir? Artıq bu özü ibadətdir. İbadətdir. Razı qalırsa da, burada şərt nədir? Razı qalmaq, yəni sevmək. Allah sonra sevirsə də o əməli. Zahirdə olanı, batində olanı, bunlar sevirsə də demək nədir? Artıq sən ona layiq olsan. Yox. O ibadət ki, sevilmədi, artıq nədir? Problemdir. Artıq nədir? Problemdir. فهذا يجعلك تحب الله لأن الله يجازيك على أن هذا يدع محبته في قلبك. Əgər deyib, bu şeylər baş verərsə, Allah subhanə və teala o məhəbbəti sənin qəlbinə yerləşdirəcəkdir. Və həmçinin deyir, nədir? Şəxsləri sevməkdə, həmçinin peyğəmbərləri və s. insanları sevməkdə artıq nədir?
sənin qəlbinə Rəbbin onu yerləşdirəcəkdir. Və həmçinin bu məsələyə baxdıqda sevgi özü Allah Subhanahu və Teala Quranda neçə qismə bölür və deyir ki, Allah Subhanahu və Teala kimləri sevir? Bax, gətirir ki, birinci, və əhsinu innallaha yuhibbul muhsinin. Yəni, xeyr işlər, həsən işlər edin, yaxşılıq edin. Çünki Allah Subhanahu və Teala kimləri sevir? Muhsinləri. Muhsin nədir? Həsən, yaxşı işlər görən muhsinlər, hansı ki, bütün işlərdə öndə gedənlərdir. Yaqtadi ən-nəhsunə və ən-nəhrisə aləl-ihsən. Yəni, burada qəsd olan nədir? Həris olmaq yaxşılığa. Bax, Allah yaxşı işlər görəni sevir. Demək, bir dənə yaxşı iş görüm, çəkilim deyil. O işə həris olanları sevir. Aydın oldu? Daimi yaxşılığa həris olanları sevir. Xüsusən Allah Subhanahu və Teala onları sevirək neyini tərifləyir. Liyannallaha yuhibbu. Çünki deyir, Allah onu sevir. Və kullu şeyin yuhibbuhullah fə innənə nəhrusu aleyhi. O şey ki, Allah Subhanahu və Teala sevir o işləri, demək, biz ona həris olmalıyıq. Məna aydın oldu. Allah yaxşı işlər görəni sevir. Demək, o şeyi ki, Allah sevir, sən bir mömin, müsəlman kimi ona həris olmalısan ki, Allah səni sevsin. Fikir verin. Həris olmalısan. Yəni, Allah bu işləri sevir, mən də bir-iki əməl eləyim, xeyr. Həris olmalısan, daim Quran oxumağa həris olmalısan. Allah Subhanahu sevir Quran oxuyan, təbii ki. Çünki Allahın kəlamıdır. Daimi neynisən? Həris olsan, Quran oxumağa cəhd eləysən və Allah Subhanahu və Teala nədir? Sevir. Və həmçinin gecə namazlar və ibadətlər. Allah Subhanahu və Teala onu dua eləyib, əl açıb istəyən nədir? Sevir. Onun əlləri nədir? Geri qaytarmır. Demək, həris olmalısan ki, Allah səni neynəsin? Sevsin. Və həmçinin gətirir ki, sonra ikinci və əqsidu innallaha yuhibbul muqsitin. Nə olun? Qist. Bu da adil mənasındadır. Yəni ki, ədalətli olun. Və ya adilliyə həris olun. Daim ədalətin bərqərar olmasında nə ilə? Həris ol və səbəb ol. Yəni, bu mənim yaxınımdır. Bu mənim dostumdur deyə onun tərəfə durma. Çünki, bax, zənginlərdən biri gəldi, nə dedi? Əli kəsə oruq eləmiş də. Dedi, ey Allahın Rasulü, artıq bu oruq eləyib, zəngin ailədəndir. Bütün qadınlar hərə bir tərəfdən dedi ki, qadın idi ha, kəsinməsin də onu əli, indi bilməyibdi, xata eləyibdi. Peyğəmbər nə dedi? Əgər deyib, qızım Fatimə belə olsa, qata'at yedə, əlini belə kəsərəm dedi. Adillik budur, bax. Adillik budur. Ona görə də adil olmaq hər bir məsələdə. Bu mənim yaxınımdır, mənim qardaşımdır, qohumumdur, yaxşı olan deyə yox. Haqq üzərində. Haqq nədir? Onu demək. Və bu cür olarsansa Allah səni sevər. Və bu cür olarsansa Allah səni sevər. Sonra gətirir ki, üçüncü, İnnallaha yuhibbul muttaqin. Bax, xüsusi ayrı. Allah Subhanahu və Teala kimləri sevir? Muttəqiləri. Yaqtadi ən nətqiyallaha lə nətqil məxluqin. Yəni ki, Allah Subhanahu və Teala'ya təqvalı olmaq. Və yaxud da ki, nəttəqilləh. Allah Subhanahu və Teala'dan qorxmaq. Ona nə eləmək? Təqvalı olmaq. Məxluqa yox. Mənim maaşımı kəzər, məni işdən çıxardar deyə ondan qorxmaq lazım deyil. Allahdan qorxmaq ki, hansı ki, bu şeylərdən nə eləmək? Allaha təvəkkül etmək. Və yaxud da ki, asiliklər. Və yaxud da ki, halallar, haramlar, Allah Subhanahu və Teala'nın hududları, bu şeylərdə təqvalı olmaq. Həqiqətən Allah Subhanahu və Teala bu şeylərdə təqvalı olarsansa da səni sevər. Bihaythu izə kənə indənə mən nəstəhi minhu minən-nasi tərəknə mə'asi və izə ləm yəkun asinə və təqva ən nəttəqiyallaha və la yəhmik nəs. Yəni ki,
İnsan asiliyi və yaxud da nə isə utanaraq tərk edir. Baba, utanaraq tərk edir. Məsələn, qısa bir şeydən götürə, biri siqaret çəkir. Görür ki, qardaşlar gəlir, utanaraq çəkilir qırağa. Bu təqva deyil. Sən ondan əvvəl bilməlisən, səni Rəbbin görür. Qısa dedim. Və yaxud da biri içir. Və yaxud da başqa bir şey edir. Baxır ki, yoxsa ki, qardaşlar gəl, axsaq qaldı, bunlardan çəkin görməsin. Amma bir gənci Rəbbin səni görür. Onu utanaraq çəksən, o təqva deyil. Təqva Allahdan qorxaraq. Hətta bəlkə də onun yanında nəsə eləsən, heç bir şey olmaz. Amma Allah Subhanahu və Teala'dan qorxub çəkilərsənsə də, burada artıq nə deyil? Təqva üzə çıxır. Və ona görə şeyx gətirir ki, əslih mə beynəkə və beynəllah. Özünlə Allah arasındakını islah elə. Yəni, özünü elə islah elə ki, özünlə Allah arasında dedikdə nə deyir? Yəni, gizlində olanların hər şeyi Rəbbin bilir. Yəni, islahın üzərində çalış. İslahın nədir? Qoru. Yəslihullah mə beynək və beynən nəs. Əgər sən deyir, Allahla öz aranı islah edərsənsə də, fikir ver, necə gətirir. Əgər Allahla öz aranı, yəni asilikdən çəkinərsənsə də, hər bir şeydən, haramlardan uzaq olarsan, özünü islah edərsənsə Rəbbin arasında, Allah da insanlar arasında səni islah edər. İnsanlara sənin aranı neynəyər? İslah edər. Yəni, dediyim kimi, insanı görüb nəyisə tərk eləmə. Allahdan təqvalı olaraq neylə? Tərk elə. Unzur, ya əxi, ilə şeyin əlləzi beynəkə və beynə rabbik və la yəhmiq qeyri zəlik. İnna Allaha yudafi'u anillezine amanu. Və fikir versən ki, məsələyə, əgər sən bu cür davam eləyərsənsə də, Allahdan qorxaraq bu məsələni yerinə yetirərsənsə də, çəkinərsənsə, öz aranı islah edərsənsə də, gör Allah Subhanahu nə deyir? Həqiqətən Allah iman gətirənləri yudafi, yəni müdafiə edər. Yəni, sən özün Allahla öz aranı islah edərsənsə, haramlardan çəkinərsənsə, Allah insanlarla səni aranı yaxşı edər və səni onlardan müdafiə edər, qoruyar. Bax, sevgi budur. Sevgi budur. Ona görə şeyx gətirir ki, if'al mə yəqtadihi şəriə. Et, hansı ki, şəriətin tələb etdikləri hər bir şey. Edərsənsə də islah olanlardan olarsan. Sonra dördüncünü gətirir ki, Allah Subhanahu və Teala buyurur, İnna Allah yuhibbut tawwabin. Həqiqətən Allah Subhanahu və Teala kimləri? Tövbə edənləri sevir. Tövbəni geniş şəkildə keçdik. Ki, tövbə necə olmalıdır? Hasuna necə olmalıdır? Və həzihi təstəvcüvü ənə ukthirə təvbətə iləllahi ukthirə ənə ərcə iləllahi bi qalbi və qaləmi. Yəni, deyir ki, tövbə o şey ki, Allah Subhanahu və Teala qaydısan, bir şeyini etdiyin xətalarına tövbə etməli, ona qaydısan. Mücərrad qavli insan ətubi iləllahi həzə qad lə yənfə. İnsan deyir, mücərrad olaraq deyir ki, Allaha tövbə edim, amma o deyir, fayda vermir. Niyə? Çünki heç bir günahlardan neynəmir? Çəkilmir. Keçən səfər geniş şəkildə keçdik. Əgər sən düzgün qaydada tövbə edərsən və Allah Subhanahu və Teala səni təmizə çıxardar. Keçdik, tövbə edir, sonra neyniyir? Allah Subhanahu nə deyir? İnna Allah yuhibbul tavvabin və yuhibbul mutatahhirin. Demək, Allah Subhanahu və Teala həm səni tövbə edərsənsə də sevir və tərk edib, qayıtmasan o günaha, bir də səni təmiz olduğuna görə neyniyir? Sevir. Həmçin təmiz olanları sevir. Elə deyil mi? Mutatahhirin. Yəni, sən təmizlənməsən, sevgiyə layiq ola bilərsənmi? Xeyr. Yəni, bu, Allah Subhanahu həbbə, yuhibbu. Yəni, bu sifəti, sevən sifəti balaca bir məsələ deyil. Vadud, balaca bir məsələ deyil. Buna layiq olmaq lazımdır. Buna çatarsansa, layiq olarsansa da artıq nədir? Sənin üçün axirətin də yaxşı olar. Məsələn, sən deyirsən, bunu necə hiss edə bilərsən?
İnsan məsələn paltarını deyir təmizləyir. Təmiz olanda deyir onun təmizliyini hiss eləyir. Elirmi? Şircinə təmiz seçə bilirsən, hiss eləyirsən deyir, şeyx gətirir. Sən deyir əməllərinə bax, dəstəmaz alırsan. Allah Subhanahu səni təmizləyir və bunun təmiz olduğunu hiss eləyirsən. Məsələn, girirsən, çıxdın taharətdən və qəşəng yuyuldun, təmizləndin, özün təmiz hiss eləyirsən. Artıq həm də mənəvi olaraq təmiz hiss eləyirsən. Şimdi dəstəmazlıya, mənəvi olaraq təmiz hiss eləyirsən. Aydın oldu, qardaş. Yəni, ona görə də insan deyir, tathir olduqda özündə hiss eləyir ki, bu təmizlənir. Özündə nə deyir? Hiss eləyir ki, artıq bu nə deyir? Təmizlənir. Biri ayaq yolunda yüngül ayaqlan qorunmursa, gedir, nətər gəldi, gəlir, əlini yürür, dəstəmaz alır. O hiss eləyə bilər onu. Hiss eləyə bilməz, qardaş. Hiss eləyə bilməz. Rahatçılığı hiss eləyə bilməz. Ona görə o rahatçılığı deyir, insan özündə də hiss eləyir. Bu Allahın ona verdiyi sevgidir. Bu Allahın ona verdiyi sevgidir. Sonra şeyx gətirir ki, 5-ciyə qayıtdıqda Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah və yaghfir lakum zunubakum de. Allahı sevirsinizsə mənə tabe olun. Kimə? Peyğəmbər sallallahu əleyhi və səlləm. Allah da sizi sevsin, sizi bağışlasın, günahlarınız ilə sizi bağışlasın. Yəni burada deyir artıq insan bidətdən uzaq olduqda sırf sünnəyinə getdi, Allah onu sevir. Bax, bir də əhlinə fikir ver, özü özündə o ləzzəti görə bilmir. Bax, bir də əhlin rafizləri götürək. Hər şey halaldır. İştah açmaq üçün bir əlli vurmaq icazəlidir, məsələn. Zinə siğə fərqi yox, deyil şeydir. Və yaxud da ki, içki halaldır, içki haramdır, ot halaldır, məsələn. Yəni, baxırsan ki, onlarda bidət başlayır, əlbət haramdır, hələ nəinki bidət. Baxırsan ki, o Allahın sevgisini özündə qazana bilməz. Çünki o sünnəyə nə yanıyor? Başda sufiləri və yaxud da başqalarını. Onlar özlərində o ləzzəti görə bilmir, qardaş. O sünnəyə tabelik ləzzətini görə bilmir. Hiss eləyə bilmir. Məsələn, sufi imamına deyirsən ki, gecdən, tezdən, sübdən qabaq gəl, çağır cəmatı, belə. Deyir, niyə çağırın? Deyir, mən maaşa işləyən adamam. Deyir, maaşa işləməsə dünəndən deyib, alif gedərəm. Fikir ver. O ləzzəti dada bilmir. Çünki o tabi olmayıbdır o sünnəyə. İmamlıq, orada olan axirət məsələləri, arxadan insanların gəlməsi, orada tələbələrin yetişmədi, çox məsələlər var. Sədəqətül cəriyə, bunu anlamayıb o, bunu başa düşməyibdir. Və ona görə də nədir? Mümkün deyil ki, yönətər gəl ayə. Deyin, Allahı sevirsinsə mənə tabi olun. Tabi olmuşsansa da nədir? Mümkün deyil Rəbbinə olan sənin qəlbində sevgi olsun. Sən Rəbbinə sevgi olmayansa da Allah Subhanahu səni sevər. Mümkün deyil. Bax, fikir versiniz, hamısı bir-birinə bağlıdır. Sonra 8-cidə, 6-cıda gətirir ki, Ya eyyuhəllədiyinə əmənu mən yərtəddə minkum an dinihi. Sizdən bir iman gətirənlər, sizdən biriniz dininizdən dönərsinizsə, fəsəvfə yətilləhu bi qavmin yuhibbuhum və yuhibbunə. Allah Subhanahu yeni bir qövm gətirər, onlar Allahı sevər, Allah da onu sevər. Keçmişlikləri, keçən səfərdən bunu dərsimizdə. Yəni, burada da hər şeydir, qəsd olunur. Məsələn üçün, bir insanı baxırsan ki, ibadətlərində möhkəm deyil və hətta namazlar tərk edilir. Allah Subhanahu dağdar o qövmü, dağdar o deməkdir ki, sonra bomba düşər, nəsə yox. Bir qismi gedir kafir ölkəsinə, bir qismi dindən çıxar, uzaqlaşar. Yerdə az bir qism qala qalmıyor. Allah Subhanahu oradan yeni bir insanlar ora gətirir və yeni bir nədir? Cüzərdər. Və onlar hamısı Allahı sevər, Allah da onları sevər. Bunu dəyişər. Bunu dəyişər. Və sonuncu gətirir ki, Allah Subhanahu wa ta'ala onun yolunda vuruşanları sevir. Bu da bizim axırıncı dərslərimizdən biri. Demək, 6 dənə Quran-ı Kərimdə Allah Subhanahu wa ta'ala nədir? Sevgi haqqında geniş nədir? Bildirir. Və sonunda Allah Subhanahu ta'ala buyurur ki, وَاَنْزَلْنَا عَلَيْكَ الْكِتَابَ تِبِيَانًا لِكُلُّ شَيْءٍ Allah Subhanahu wa ta'ala sənə göndərdiyi o kitabda nə var? Hər şey açıq, aydındır. Hər şey açıq, aydındır. Sənə deyir, kitab göndərdiyi tibiyanə, açıq, aydın. Orada hər bir şey. Sevgi haqqında, hər bir şey haqqında nədir? Açıq, aydındır. Və ona görə də insan Allahın sevgisini qazanmaq üçün birinci başda
ən başdan olmalıdır ixlasla. Bütün əməlləri ixlasdır və sonra saydıqlarımızı həyatında tətbiq eləməlidir ki, Allah onu sevsin. Allah Subhanahu bizə faydalanlardan etsin. Subhanakallahumma hamdik, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü